Müstəqillik dövrünün ən geniş miqyaslı amnistiya aktına start verildi. Ümumilikdə 20 min nəfərə şamil olunacaq bu amnistiya aktı ki, onlardan 5 min nəfəri azadlıqdan məhrum etmə cəzasından elə azad olunacaq. Aktın 4 ay ərzində davam edəcəyi gözlənilir. Amnistiya aktının icrası üçün tədbir başlamamışdan artıq mətbuat nümayəndələri olaraq məhkumların yanındaydıq. Hamımız gözləyirdik. Lakin fərq böyük idi. Biz aktın neçə nəfərə, kimlərə şamil olduğunu bilmək və həmin şəxslərin fikirlərini öyrənmək üçün gözləyirdik. Onlar isə azadlığı gözləyirdilər. Azadlığı gözləmək. Duyğuların qarışdığı bu anda onlar nə düşünür? Azadlığın bizim üçün necə qiymətli olduğunu biz, necə deyim, bəlkə yatsaq yurumuza belə gəlməzdi. Amma burada biz azadlığımızın bildik qədrini. Bunun üçün çox təşəkkür eləyirəm ki, məni 2 az yaşlı övladıma və anama qovuşdurdu. Bugün mənim üçün bir yuxu kimidir. Təşəkkür eləyirəm. Övladı ilə birgə azadlığa çıxan ananın əlində tutduğu yalnız onu azadlığa qovuşduran bir sənəd yox, həm də övladının gələcəyidir. Heç bir ana istəməz ki, uşağı burada böyüsün. Ona 3 ayım qalmışdı çıxmağa. Yəni canım prezidentimizə təşəkkür edirəm, minnətdaram ki, bu sevindirici bir xəbər oldu. Dəmir barmaqlıqlarla hələ yeniyetməykən tanış olanlar da var. 4 nömrəli cəza çəkmə müəssisəsindən sonra yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə də yollandıq. Onlarla həmsöhbət olduqda gözlərindəki peşmanlığı və ən əsası gələcəyə ümidi gördük. İlk mərhələdə bu yeniyetmələrdən 3 nəfər də bugün amnistiya aktı ilə azadlığa buraxıldı. Bu hadisəyə elə özləri qədər valideynlər də sevinir. Dünən mən dedim onlara ki, bəs mən sabah amnistiya ilə buraxılacağam. Hamısı çox sevindi. Hamısı bu dəqiqə qapının ağzında mənə gözləyirlər ki, mən çöləsin. Əvvəldə qeyd etdiyimiz kimi, bu amnistiya aktı müstəqillik dövrünün ən geniş miqyaslı aktıdır. Belə ki, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasının azad ediləcəyi, həmin cəzaya məhkum olmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığının məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir. Sözsüz ki, bu 4 divar və dəmir barmaqlıqlar cəza çəkən şəxslərə çox şeylər öyrətdi. Lakin hər birinin yaxşı başa düşdüyü bir məsələ də o idi ki, sadəcə onu deyə bilərəm ki, azadlığın qədrini bilib cinayətdən uzaq olmaq lazımdır. Onları azadlığa yola saldıqdan sonra növbəti dayanacağımız 7 saylı məntəqə tipli cəza çəkmə müəssisəsi oldu. Burada saxlanılanlar ehtiyatsızlıqdan cinayət törədən şəxslər idi. İkinci şans və yenidən başlamaq. Artıq bu gün onlar daha diqqətli və məsuliyyətli bir yola qədəm qoydu. Hafta qəza idi, bu 1 il müddətini idi. 4 ay yarımı qaldı, ondan da azad olduq. Məsuliyyətli, həm də qürur verici, yəni duyğulu bir andı. Bunu yaşamaq duyğulu bir andı. Hər azadlıq nəfəsi bir ümiddir. Cəza çəkmə müəssisəsindən çıxdıqları anda həyat yenidən başlayacaq. Bugün azadlığa çıxanlar səhvlərini geridə qoyur. Gələcəyə ümidlə addımlayır. Bu addım bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir.